Minə qəsəbəsi Gürcüstanlılar məhəlləsi deyilən ərazidə. Ülvi yolundan gəlirsən, elə bil oradan dönürsən, asfaltdır. Bax buradan avtobusda işləyir. 50 metr bax məsafə var. Plus yolu da normal yol deyil, asfalt kimi bir məhəllədir. Amma ana asfaltdan 50 metr aralıqda asfalt görünür. Evimizin dostlar qazışıq sayğacları var. Bax sayğaclar buradadır. Qazışıq suyu da quyu suyudur. Həyətə qapı açsan buradan darvaza açsan maşında girəcək bir həyət yanarası var. Baxınazan hər bir şey var. Qiymət 31.500 deyilir. Təbii ki, real müştəriyə cüzi də olsa endirim olacaq. Belə bir evdə yerdən cəmi bir daş kürsülüdür. Bir daş yarım belə kürsülüdür. Amma evimiz təkdaş evdir. Onu qeyd edirəm. Böyle bir qonaq otağı sayılır. Ev İran peçi ilə qızdırılır. Bir daha qeyd edirəm, evimiz təkdaş evdir. Burada bir dənə sanitar qovşağımız. İnternetindən belə hər şey var. Qonaq otağından keçirik bura bir otaq kimidir. Otaq kimidən də plus mətbəxə keçiddir. Bura mətbəxdir. Yüngül təmirə ehtiyacı var. Buranı da otaq kimi təmir edib istifadə etmək mümkündür. Və qonaq otağından da bir dənə yataq otağımıza keçiddir. Digər yataq otağımız gördüyünüz kimi belə bir otaqdarsa 3,5-ın 4-ün belə bir ölçüdür. Qiymət 31.500. Real müştəriyə cüzi də olsa endirim olacaq. Yerləşmə yeri yenə qeyrəm asfalt qırağıdır. Ülvi yoluna yaxındır Gürcüstanlılar məhəlləsində. Buyurun əlaqə saxlayın. 2 otaqlı ev, şəxsi ev.